8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində sizi sürücülük hobbi yox, peşə kimi seçən bir qadınla tanış edəcəyik. Bu, Qubanın 2-ci Nüqədi kəndində doğulub boya başa çatan, ömrünün 72-ci baharını yaşayan Nuriyyə Abdullayevadır. Düz 50 il sükan arxasında olan Nuriyyə xanım bölgədə qadın sürücülər arasında adını tarixə yazdırıb. Uşaqlıqdan sürücü olmaq arzusu ilə yaşayan Nuriyyə Abdullayeva deyir ki, bu istəyin yaranmasına məşhur Əhməd Haradadır filmi səbəb olub. Nuriyyə xanım filmdəki Nərgiz xalanın maşın idarə etməsini dəfələrlə izlədiyini və məhz o vaxtdan sürücü olmağa qərar verdiyini bildirir. Sürücülük fəaliyyətində ilk olaraq yük avtomobili idarə edən Nuriyyə Abdullayeva 10 il taksi, sonradan avtobus sürücüsü kimi fəaliyyət göstərib. 2 il bu zavoyda işlədim, yük maşınında işlədim. Sonra oxuyub kategoriya alandan sonra taksiyə keçdim. Sonra getdim Riqadan raf gətirdim özüm üçün. Sonra Gorkidən getdim, qazel gətirdim özüm üçün. Yəni o vaxt avtobazamız var idi bizim. Avtobazlar şokda. Hə. Onda onlara özüm gedib gətirdim zavoddan. İşlədim. Bugün də indi Allaha şükür ki, hələ salamatçılıqda işləyirəm. Gündə bir sifətdə insan minir maşınını, onlarla gerək rəftar eləyəsən, yola verəsən. Nə bilim, o qədər pulumu verməyib, ağlaya-ağlaya qayıdıb gələn vaxtlarım olub ki, aparıblar, sürdürüblər, pulumu verməyiblər, qayıdıb ağlaya-ağlaya gəlmişəm. Axşama plan yoxdur, plan verməliyəm. Sürücü kimi çalışdığı illərdə Nuriyyə Abdullayeva bir dəfə də olsun yol hərəkəti qaydalarını pozmadığını və yol qəzası törətmədiyini deyir. Qayda qanunu pozmayayım, qaydalara riayət edeyim buna görə. Mən heç vaxt cərimə verməmişəm, cəriməyə düşməmişəm də. Həyatda ən vacib şey öz seçdiyin yolu sevərək getməkdir. Nuriyyə Abdullayevanın həyat yolu göstərir ki, peşə seçimi cinsiyyət tanımır. Avtobus sürmək qadın işi deyil. Söz. Və siz necə oldu, bacardınız? Mən bilirsiniz, o qədər bu sənəti sevirdim ki, yenə təzədən dünyaya gəlmiş olsaydım, yenə sürücü olardım. Sürmə 100, yaşa 100. Sizinlə mən idim, Aytəkin Alxaslı. Hər bir sürücüyə yolda təhlükəsiz, sağlam, mənzil başına çatmağı arzulayıram. Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim Media, Şimal Bürosu.